Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bu günler sizlerle biraz karışık video çekeceğim. Heyvanlarımın son durumuyla bağlı. Bilirim hamı gazları gözləyirdi gazlarla bağlı videonu ama havalar o kadar istedi ki gazları da mecbursan çölde bayırda çekmeye. O da alınmır. Başa düşdü. Havalar çok isti geçir. Buralar biraz kölge filandı dedim. En azından böyle bir video çekim. 3-4 güne havalar biraz serinleyecek. O zaman sizlere gazları etraflı şekilde göstereceğim. Hem de gazlar tük değişme dönemindedir. Döneminde dediğim yani bu aylarda yani tük değişirler olar. Yani normal gazlardan ne bileyim bala gazları ya bu yaşlarına göre indi tük değişme vaxtlarıdır. Sonuncu dəfə tük değişirlər. Artıq da yetişkin tam olarak yetişkin tüklərini çıxardacaqlar. Ona göre hem de onu gözləyirəm ki 1-2 gündə onlar tam olarak tüklərini çıxarsınlar ki videoda daha qəşəng görünsünlər. Neyse. İlk başta bu düzəni çox maraqlı gələnlər vardı. Bir dənə çıxan düzən halı nədir? Bir dənə çıxan düzən halı odur. Baxın inanırsınız bura gətirib suyun qoymuşam. Düzə çıxandan 2 dəfə o suyu dəyişmişəm. Normalda tez-tez dəyişmək lazımdır. İnan vaxtım yoxdur, həm də maraqlanmaq niyyətim yoxdur. Anıya gündə bir dəfə gətirib burada qabda şeydə qoyuram, dəndə qoyuram. Yeyir, götürürəm. Düzəyə də baxın. Bax, elə yem atmışam ora. Elə gündə 2 dəfə səhər axşam gətirir bir oğuz bura yem atırıq. Həm anası yeyir, həm özü yeyir. Cücənin vəziyyəti budur. Bir-iki dəfə bura buraxmışam yerə də elə belə. Amma çox uzağa getmirlər. İndi biraz özü genelde zad çıxandan sonra buradan tullanıb özləri gedəcəklər. Zaten yer içir, yatır da burada nə ehtiyac var ki. Baxın, cücənin halı budur. Yəni bir dənə cücənin halı budur. Soruşanlar olur. Gələndən elə atmışam bura bu qutunun içərisinə. Nə altına bir şey sərmişəm. Zaten hava istidir. Bir dənə də cücəsi var. Sağlamdır, yaxşıdır. Şükür Allaha. Böyüdür. Böyüyəcək o da, yaşayacaq. Yani bunlar hakkında başka danışacağım bir şey yoktu. Ona göre uzatmıram buranı. Vəziyyətləri budur. Sadece maraqlı gələnlər vardı ki, necədir, yaşayır, yaşamır. Bura biraz sərindir, bu dam. Ona göre elə burada qalırlar. Bura isti olmur. Buralar sərin olur. Yəni isti olur, digər yerlərə baxanda sərin olur da bura. Yəni anadır, baladır, ləhləmir də istidən qısacası onu demək lazımsa belədir vəziyyətləri. Bunlar burada. İndi sizə ördəkləri göstərəcəm, amma ördəyi göstərmədən əvvəl deyirsiniz ki, Ayxan bu tük nədir, bu bulaşıqlıq nədir burada? Digər tərəfləri təmizləmişəm. Burada qazlarımız dediyim kimi tük dəyişirlər axı. Ona görə istərsiniz burada çoxlu tük var. İndi tam olaraq dəyişsinlər, bitirsünlər tüklərin, ondan sonra təmizlənəcək. Hər tərəf təmizlənir. Son olaraq burayının bu içəri ördəklərin yeri qalıb. İndi bunlar da tüklərini dəyişsinlər. Bunların yerini təmizləyəcəm ki, ördəklərimiz də elə həmçinin tük dəyişənləri çoxdur içində. Məsələn, odur, fərələrdir filan da. İndi hal-hazırda 20-dən ördəyimiz qalıb. Bir-ikisini kəsmişəm, bir-ikisini də birisi satmışdım. Normalde 27'den idi. Hətta 4'ünü satmışam. Deyəsən 3 dənəsində, 4 dənəsində kəsmişik nəsə. Belə bir şey. Bəzilərinin fərələrin görürsüz ki, qanatlarından biraz yolmuşam. Fikir verirsiniz ki, qanatları azdı. Qanatlarından biraz yolmuşam fərələrin. Onu da niyə deyirsiniz? Çünki buranın şeyləri yoxdur axı. Bağlı deyil də. Bura mənim heyvan yatağımın yeri idi də. Buradan tullanıb səhər gedirdilər. Və yaxud da ki, axşam salırdım, yedizdirirdim. Sonra tullanıb gedirdilər. Ona görə o fərələrdən qənətlərini yormuşam. Erkəklər ağır olduğu üçün uça bilmirlər, tullana bilmirlər. Amma fərələr erkəklərə nisbətən daha yüngül olduğu üçün tullanırdılar. Ona görə bəzilərin fərələrin qənətlərinin bəzisini çıxarmışam. Dediyim kimi, bulaşıqlığın kusuruna baxmıyor belə tüklər demişkən. Bilirsiniz də, yəni təmizləyəcəm. Kənddə yaşayanlar zaten bilir də indi o 3 dənə 5 dənə bu belə yaxşı mənada mırta heyvan saxlayanlar deyəcəklər ki, ona bulaşıqlıqdır. Amma məcburən elə olur da. Həm də istidir. Mənim də istidə o qədər tənbəl oluram ki, istini heç sevmirəm də. Neysə. Bilirsiniz ki, bu illəri ördəklərimizin içində çoxsu dişi çıxmışdı. Cəmi bir dənə erkək satmışam, bircə dənə. Bir dənə də erkək kəsmişəm. O da bu ağ erkəklərdən biri idi. Nəsə nasaz idi dostlar. Qarnı getmirdi, bir şey eləmirdi. Dərman filan, antibiotik filan da elədim. Gördüm bir şey yoxdur. Sap sağlamdı, köktü ha. Yeyir, içir, kəsdik, bütöv yağın içindeydi. Amma digər ki, gündüzlər bir də gördüm ki, büzük durub. Nəsə düşündüm ki, bir şey olar birdən. Kəstim amma kök sapsağlam, içində də heç bir şey çıxmadı. İndi səbəb nə idi? Tam olaraq anlamadım. Yəni ona görə bu illər ördəklərimizin içində deyim ki, bir dənə cəmi erkək satmışam, bir dənəsində kəsmişik. Burada da neçə dənə erkək var? 1, 2, 3, 4, 5, 6, 7 dənə erkək var. Birini kəsmişik, birini də satmışıq. Deməli 9 dənə erkəyimiz var imiş cəmi.
Qalan hamısı dişi oldu. 28 ördək idi, 27-dən ördək idi, hamısı dişi oldu. Həm bir dənə də erkəyimiz ölmüşdü bu arada. 28 ördək idi, bir dənə də dişi erkəyimiz ölmüşdü. Bu yekə zümrüdlərdən biri ölmüşdü. Maşallah olsun, bu ördəyimizin 4 kilo çəkisi var. İndi təmiz zümrüd deyil, bilirəm deyəsiniz ki, təmiz zümrüd deyil, normal olaraq təmiz deyil. Məndə zaten bütün heyvanların hamısı qarışıqdır. Bir dənə ana macar ördəyimdən başqa bütün heyvanların hamısı qarışıqdır. Amma məsəl üçün saxlamağa baxın, zümrüd dişimiz də var, onu saxlayacağam inşallah. Bu erkəyi tam olaraq bilmirəm, saxlayacağam, saxlamayacağam. Qalanların hamısının vəziyyəti yaxşıdır. Bunu en son ölçəndə hardasa 20 gün öncə ölçmüşəm. 3 kiloqram idi. İndi hardasa inkişafına görə mən təxmin edirəm ki, hardasa 3900 4 kilo zat olar o da. O da 4 kilonu keçər. Çünki mən onu 4 kilo çəkəndə hardasa bir 15 gün falan bundan qabaq idi. O 4 kilonu keçər o erkəyimizdə. Qalan bir də dişilərdən birini ağ erkəklərdən birini ölçmüşdüm. Hansıysa bilmirəm. Ya bu idi ya o idi. Bilmirəm hansı tam olaraq idi. Birini ölçmüşdüm. Onlar da hardasa 3 kilo neçə 100 qram zad olarlar. Çünki mən çəkəndə 3 kilo falan idilər. Onlar da artarlar. Dişilərdən çəkməmişəm. Çünki niyə görə çəkmirəm? Qazlar da çəkmirəm. Məsələn, çox istəyirəm kilolarını öyrənmək. Mən bu heyvanlar tutanda eləyəndə hürkürlər məndən bir neçə gün. Evimin də yanı göldü deyini. Məndən hürkəndə, qorxanda gedirlər bir gün, 2 gün göldən gəlmirlər. Ona görə çox bunları hürkülmək niyyətində deyiləm. Zaten ən axırda damazlıq seçimimizi eləyəndə kilosunu çəkəcəyik. Neçə kilodursa, hər nədirsə, yəni onu sizlərlə bərabər deyəcəm, göstərəcəm. Qazlarımız buradadır. Heç istəyirəm çıxında sizə elə qazları da göstərim. Və yaxud da ki, qazlara ayrı bir video eləyərik, bilmirəm. Nəysə, baxıb indi onları da sizə göstərəcəm. Bunların da son vəziyyətləri budur. 4 aylıqları hələ olmayıb da deyəsən. Hə, 4 aylıqları hələ tamam olmayıb. Ayın 13-ü falan 4 aylıqları tamam olacaq bir qisminin. İçində bir qismi də var ki, onların 4 ayı onlardan 10 gün sonra olacaq. Yəni hardasa 23-ü, 20-si falan belə deyək də olacaq. Yəni 4 aylıqları hələ olmayıb bu ördəklərin, onu demək lazımdırsa sizə. Vəziyyət bu. Ördəklərimlə bağlı vəziyyət bu. Qazlarımız buradadır. Qazlarımız nə? Gəlin sizə elə qazlarımızı da göstərim. Demək dostlar, qazlarımızın videonun başında qazları sonra göstərəcəm demişdim. Amma elə buradayken göstərim də eybi yoxdursa, onlar da kölgədə dururlar. Qazlarımızın demək son vəziyyəti budur. İçində bilirsiniz ki 15 dənə qazımız biraz balacadır, yaş olarak balacadır. Geri qalanları isə biraz böyüdür. Deyənlər vardı ki, yerli qazlar necə oldu? Yerli qazlardan istəyən oldu, bir neçəsini satdım. Hal-hazırda qalan baxın odur, Fərədir. O yerli qazın erkəyidir. Tük dəyişmə dönəmindədir. O da yerli qazın bir dişisidir. Biri də orada. Yerli qazın bir dişisi. Hətta qolları da buraya eləyim. Birlikdə çəkim. O da yerli qazın dostlar bir dişisidir. Geri qalanlar hamısı o digər qazlarımızda, Linda cinsi qazlarımızdır. Bu qara qazları sizlərlə bərabər aldıq, yadınızdadırsa. Mən dedim ki, onlar ya Çindi, ya Kuban qazlardır. Əslində bunlar hər halda Kuban qazı ilə Xalmaqorun qarışığıdır. Çünki məsələn, o qazımızın altını yəqin ki görürsünüz də. Qazın altını görürsünüz, yəni onların altını görürsünüz. Bunlar hələ 4 ay tamam olmamış qazlardır. O qara qazların var ha. 4 ay tamam olmamış qazlardır. Altlarının sağlığını görürsünüz. Bax onun hətta xortumu da var. Onun da var. Bəzən çəkilir, bəzən düşür. Baxın. Bunlar Xalmaqorla qarışıqdılar. %100 qarışıqdılar. Çünki nə Çin qazında, nə də Kuban qazında belə xüsusiyyət yoxdur da. Yəni bu görüntü yoxdur. Yaxın görürsünüz yəqin ki. Baxın görürsünüz o qazları. Nə Çin qazında, nə də Kuban qazında elə bir xasiyyət yoxdur. Bunların 100% ki Xalmaqorla qarışığı var. Təmiz qanlı demirəm ha uşaqlar, təmiz qan deyirlər. Amma belə sürülərdə zaten bilinir ki Xalmaqor qazı artıq demək olar biraz yayılıb da Azərbaycanda. O böyük sürülərin içərisində olur. Onları da sizə göstərmək istəyirdim. Ən əsas onları da niyyətim. Maşallah olsun, onlar mənim çox xoşuma gəlir. Bu arada onları bilirsiniz ki saxlamaq istəyirəm damazlığa.
seçdim, baxdım. Onlardan cəmi bir 8 dənə qaz almışdı, o rəngdən deyim də sizlərə. Ondan da biri öldü, 7-si sağ qalmışdı. Hamısı da dişi idi. Ondan 2 dənə dişi satmışdım. Elə yaxşı dişilərdən ikisi də satmışam. Kaş satmazdım bu arada. Ondan 2 dənə dişi satmışam. Geri qalanlar hamısı buradadır. Bunların da hamısı dişidir. İçindən bir dənə erkək çıxmadı bu arada. Onu da deyim sizlərə. O qazımızı damazlıq erkək saxlamaq niyyətim var. İlk saxladığımız qazlardandır. Bu arada onu da deyim ki sizlərə dostlar. Bir də onu göstərəcəkdim. Baxın o qaz var. Bax onun da xalmaqorla qarışığı var. Sinəsini görürsüz. Onun da sinəsi var. Xortumu da var. Onun arxası salxaq deyil, amma o qaz biraz xəstələnmişdi. Sonradan sağalmışam deyə biraz arıqdır da. O kökəlləyəcəm çıxacaq. Bu arada qazlarım full kök vəziyyətdə deyirlər. Hətta istədiyimdən də bir tık arıq vəziyyətdədirlər. Onu deyim sizlərə. Yəni düşünərsiniz ki, qazlar köklü deyə onların altı salxıb. Yəni kimsə deyər ki, qazların köklü deyə onların altı salxıb. Xeyr. Yəni elə bir şey deyil də. Kök filan deyirlər onlar. Ən yaxşısı o 2 dənədir. O 2 dənə altı yaxşıdır. 16 heç qətiyyən salxıq deyil. Onda da biraz var. Görürsünüz biraz bir tık onda altında salxıqlı var. Yəni deyirsiniz ki, sizdən deyənlər olar ki, qazların kökdür, ona görə altlar salxıq. Xeyr, köklü ilə bağlı bir şey deyil. Hətta istədiyimdən də bir tık aşağı vəziyyətdədirlər. Yəni köklüləri istədiyimdən də bir tık aşağı vəziyyətdədirlər. Demək, soruşanlar olur ki, buradan neçə dənə damazlıq qaz saxlayacaqsan, onu deyənlər olur. Düzün desəm bunun qərarını mən hələ verməmişəm. Amma qərar verdiklərim hansılardır? O 2 dənə altı salxıq var ha, xalmaqorla qarışıq olanlar. Hətta yəni baxın, belə də göstərim sizlərə altların. Yəni 2 dənə bu altı salxıqlar var, hansı ki xalmaqora oxşayanlar. O dişilər 100% qalacaq. Yeri qazlarımdan olan bir erkək, 2 dişi 100% qalacaq. Onları göstərmişəm sizlərə. Bunlara görüm ala bilsəm, imkanım olsa xalmaqor erkək alacağım, biraz bahadır, gücüm çatsa. Çatmasa da o erkəyi 100% saxlayacağım. İçində bir göstərdim, o içində biraz iri erkək var ha, baxın o. Onu 100% saxlayacağım, o təmizliyində erkəkdir. Onu təmiz saxlayacağım. Hal-hazırda qərar verdiklərim o erkək, 2 o xalmaqora oxşayan qarışıq olan dişilər, bir də yerli qazlarım. Yəni toplam 2 dişi orada, 2 dişi orada, 4 dişi, 2 erkək hələ ki niyyətimdə var. Amma bunu artıra da bilərəm. Azaltmayacağam, azaltmağına 100% azaltmayacağam, amma artıra bilərəm. Çox güman ki, day onu saxlayıram. Heç olmasa bir dənə də bu ağ əsl Linda qazlarımdan da bir dişi mütləq yəqin ki saxlayaram. Çünki bu mənim maddi durumuma baxır dostlar. Əgər görsəm ki, maddi durumum çatacaq, mən inkubator ala biləcəyəm, o zaman buradan dişi çox saxlayacağam. Çünki bu gələn illəri həm hündüşka fərələrinin sayın, həm lal ördək, həm də qaz balası satışı etmək niyyətim var. Bu arada əgər gələnlə sizin də almaq niyyətiniz varsa, məni takip edə bilərsiniz. Yəni satacağım inşallah. Ona görə əgər görsəm ki, mən inkubator ala biləcəm, bunların sayını artıracağam, fərələrin sayını artıracağam. Yox, əgər inkubator ala bilməsəm, 2 o xalmaqora oxşayan dişilər, bir erkək, bir dənə də bu ağ dişilərdən hansınsa, yəni Linda dişilərindən hansınsa saxlayacağam. Bir də o yerli qazların heç də baxın, arkada, düz arkadakı 3 dənədir bax. 2 dişilər, bir dənə də o erkək. Onları inşallah ki niyyətim var. Hələ ki bunları dəqiq qərar verdiklərimdir. Digərlərinə hələ tam olaraq qərar verməmişəm. Onların da qərarını verdiyim zaman sizlərə bildirəcəyəm inşallah. Qazlar çox tük tökürlər, ördəklərində tük tökür. Ona görə həyətimizin hər yeri demək olar ki tükdür. Mümkün qədər təmizləyirik, amma inanın ki təmizləyirsən 2 gün sonra, 3 gün sonra hər yer tükdür. Cücələrdir, böyüdükcə bilirsiniz də, cücələr böyüdükcə tük dəyişir, onlar tük dəyişir. Hündüşkadır, yenə həmçinin. Yəni hər şey tük tökürdü. Yəni bizim həyətimizdə tük yığmaq biraz çətindir. Toyuqlarımızdan tük dəyişənlər var. Yəni normaldır da, həyətimdə hardasa dostlar 250-300 ədəd arasında heyvan say var. Yəni bu da az bir şey deyil də. Yəni bunun tükünü təmizləmək həyətdən az bir şey deyil. Hava da biraz istidir də, yəni ekstra, yəni mən tənbələm hava isti olanı. Çünki istiyə qətiyyən dözmüm yoxdur və isti əlimi heç nəyə vurmaq istəmirəm də. Neysə. Belə dostlar, qazlarla da bağlı. Soruşanlar olarsa nə verirəm bunlara? Hal-hazırda arpa, qara un, kəpək qarışdırıb verirəm. Hal-hazırdakı yem rasyonlarda qazlarımın budur. Köklükləri çoxmu xoşuma gəlir? Xeyr, köklükləri bir tık zəifdir. Onu deyim sizlərə. O qazı göstərdim, amma danışmadım. O görüm hardadır. Ağlardan. O qazımın da xalmaqor qarışığı var dostlar. O bir göstərdim. Onu da deyəsiz hardan bilirsiniz. Yəni
Həm xortumundan, düzdür, lində qazlarında da belə bu xortum dediyim bu boğazının altında sallaq ət olur ha. Xortum mən onu nəzərdə tuturam. İndi bayaqları orada göstərdim. Onun da sinəsində baxın. Görürsüz salxaqlıq var. İndi bu qaz imkan versə keçdi onun qabağına, qoymadı göstərəm onu. Sinəsində də dostlar görürsüz onun da salxaqlığı var. Bu arada o da fərə qazdır. Onu demək lazımsa, o da fərədir. Baxın görürsüz sinəsinin altında onun da imkan vermir görüntü. Hə. Sinəsinin altında görürsüz onda dəri salxaqlığı var. Hələ dediyim kimi arıqlı. Çünki həm tük dəyişmə dönəmindədir. Həm o qazın bir xəstələnmişdi, dərmandan ayıtdım, sağaltdım. Ona görə ekstra biraz da daha arıqdır. Onun getdikcə artacaq. Yəni dediyim kimi qarışıq deyirəm ha. Kimsə mənə deməsin ki, heyvanların xalmaqor deyir, amma qarışıqdır. Zaten bilginiz varsa siz də yazın. Başınız çıxırsa siz də yazın. Yəni heç bir Çin qazında, heç bir Kuban qazda belə alt saxlığı olmur. Necə ola bilər? Ana qazlar olur ha. Onda yumurtalıq kəsəsi salxıqlığı olur. Bu da ondan deyil də. Görürsüz iki tərəfində də var. Bu yumurtalıq kəsəsi salxıqlığı deyil. Həm də mənim qazlarımın heç 4 ay tamam olmayıb. Yəni onlarda nə yumurtalıq kəsəsi olacaq? O ana qazlarda olur daha çox. Sizin də bilginiz varsa bu haqda məlumat verə bilərsiniz. Yəqin ki, mən elə düşünürəm ki, bunların xalmaqor qazı ilə qarışığı mütləq ki var. Hətta çox oxşarlığı da var, belə demək lazımsa. Qazlarımın çekiləri nə qədər də çəkməmişəm, onu deyim sizlərə. Amma o günləri bunlara qurd dərmanı atdırırdım. Qurd dərmanı atdırdığım zaman istər-istəməz insan əlində götürəndə təxmini bilirsən də. Hardasa 100% ki, yəni içində elə qazlarım var ki, məsəl üçün 5 kilo filan gələr bu qazlar məsələn. Hansı ki o böyük erkəklərin filan var. O xalmaqor qarışıq qazlarım var ki, çeki olaraq daha artıq olurlar. Onların hardasa 6, hətta içində o iri erkək qazım var. O 17 kiloda çəkisi gəlmə ehtimalı var. Çünki qəşəng həqiqətən ağır heyvan idi. Amma zaten damazlıq saxladığımız zaman hansı ki payız ayı gələcək, artıq damazlıq filan seçimi eləyəcək. O zaman sizlərlə bərabər çəki də çəkib öyrənəcəyik. Zaten bilirsiniz ki, Linda erkək qazlar hardasa 8 kiloya, 9 kiloya qədər çata bilən çəki verirlər. Həmçinin də o xalmaqor qazlarımız daha iri çəki verməlidir. Amma mənkilər qarışıq olduğu üçün bilirəm tam olaraq o çəkidə olmayacaqlar. Neyse, bütün günü bu bağçada otlayırlar. Bu bağçada biçiləcək bu arada. Təzədən ot qalxıb, edəcək bir şey yoxdur. Heyvanlar yeyib qutara bilmir. Heyvanlar dediyim, yəni toyuq, cücə, qaz, ördək yeyib bitirə bilmir. Burada təzədən biçiləcək inşallah. Belə qazlar haqqında başqa sizə deyəcəyim bir məlumat yoxdur. Yəni qazlarım da hamısının çıxış tarixi, yəni aldığım tarix belə demək lazımsa, hamısı kanalımda var. Yəni kim hansı qazım neçə günlüydü görmək istəyirsə daxil olub baxa bilər. Bir qazları, o qara qazlarımı bilirəm ki, mayın 29-u almışam. Mayın 29-u, aprel, iyun, iyul, avqustun 29-u hələ 4 aylar tam olacaq. Hələ bugün ayın 8-idir. Yəni təzə 3 aylarını tamam edib 4 aylarına keçiblər. Burada balaca qazlarım var ki, onlar da hardasa onlardan 8 gün balacadır. 8 mi gün mü, 9 gün mü nəsə balacadır. Onlar da yenə həmçinin 29-u odursa, onlar da hələ 3 aylarını təzə tamam ediblər. İçində biraz balaca gördükləriniz var ha. Balaca deyirlər əslində, yəni də qısacası axırıncı aldığımız 15 dənə onlar da 3 aylarını təzə tamam ediblər. Bir gün 2 gündür 3 aylarını tamam ediblər. 4 aylarına keçiblər. Böyük qazlarımız da hardasa mayın üzr istəyirəm. Aprelin əvvəli almışdıq da hər halda. Hansını almışdıq? Tam olaraq yadımda deyil. Dostlar, onu deyim sizlərə. Aprelin hər halda əvvəli almışdıq onlarda. Neyse, onların da hətta onların da hər halda 1-2 günə artıq 5 aylar, 4 aylar tamam olacaq, 5 ayına keçəcək. Onlardan əlimdə sadəcə deməli 3 ədəd qalıb. Onların geri qalan hamısını satmışam ki, peşman olmuşam. Çünki belə deyim də sizlərə, mən böyük qazlarıma daha çox şəkər yem verdim. Hansı ki o birinci aldığım 9 dənə qaz var ya. Onlara daha çox şəkər yem verdim deyə. Onlar həm boy olaraq, həm cüssü olaraq, həm də kilo olaraq digər qazlarımdan daha yaxşıdır. Qara qazlarıma da yenə bunlara baxanda biraz artıq verdim. Amma bu balaca 15 dənə aldığıma lap az şəkər yem verdim. Yəni tez başqa yemlərə keçdim. Ona görə ən aşağı çəkidə olan qazlarım onlardır. Yəni onlara da məlumdur. Şəkər yem verməmişəm. Bunu sizə necə izah edə bilərəm? Yəni elə bil o məsələn malqara saxlayanlar varsa, elə bil quzu doğulub məsələn 2 ay süd əmib daha əmməyib. Məsələn bizov doğulub 2 ay 3 ay süd əmib daha əmməyib. Yəni necə demək olsa, süddən yanıq deyirsə heyvanlarda, eləncə nə bilim normal insan övladlarına necə başa sala bilərəm? Yəni ana südü çox içməyib, tez
tez qidaya keçib. Yəni belə başa düşün də, biraz yanıq kimi olublar demək lazımsa sizə. Çünki şəkər yemində normal qaydada vermək lazımdır ki, heyvan yanıq olmasın. Süddən yanıq deyirik bəzən heyvanlara. Yəni elə bir şey olmasın da, sağlam daha iri çəkili olsunlar. Yəni şəkər yemini nə qədər çox versəz, gələcəyinə də daha o qədər iri çəkili və cüssəli heyvanlarınız olacaq. Bunu da demək lazımdırsa sizlərə. Sonra mənə deyənlər olacaq ki, Ayxan sən video çox uzun oldu, amma özür dilərim. Sonra mənə deyənlər olacaq ki, Ayxan yerli qazları necə bunlardan ayıracaqsan, eləyəcəksən. Dostlar, baxın, mənim yerli qazlarım zaten gəlib bunlara qarışmırlar. Baxın, görürsünüz, yerli qazın indi o bunların dalında qalıb, o bunlara qoşulmur. Yerli qazımın dişiləri və yerli qazımın erkəkləri. Bunlar heç vaxt gəlib o qazlara qarışmırlar. Bunlar özləri ayrı gəzirlər. Yəni bunlar bilirəm ki, sabahı cütləşəndə o nə erkək qoymaz bu dişiləri gedib o qazla cütləşsin, nə də ki dişilər gedib o qazla cütləşməz, öz erkeği ilə cütləşəcəklər. Yenə həmçinin hansı qazın yanına atsın, oyuna cütləşəcək. Təbii ki, bu qazları bir yerdə saxlamayacağam. Hansı ki o damazlıq vəziyyətinə gələndə qazları satacaq, kəsəcək, nə edəcəksə axırda damazlıq qalan qazlarımızı bu yerli qazlar ayrı bir yerə girəcəklər. Hansı ki saxlayacağım digər qazlar da onlar da ayrı bir yerdə qalacaqlar. Bunları da bir-birinə qatmayacağım. Eyni damda çünki erkəklər bir-birindən savaşacaqlar. Hava çox istidir dostlar. Yandım sizdən, ona görə videonu artıq burada sonlandırıram. İzlediğiniz için teşekkür ederim. Videonun başlığında qazları göstermeyeceğim dedim, amma fürsət düşdü, dedim elə göstərim, bunlarda da əlimdən çıxsın. Bu saat ən xoşuma gələn qazlarım hal-hazırda bu xalmaqora bənzəyən qazlardır. Çünki xalmaqor çox istəyirdim həyatımda olsun, təsərrüfatımda olsun. Şükür Allah'a ki, ən azından bənzəri də olsa, yeni mənə bu da bəs edir. Bu görüntü mənə bəs edir, belə demək lazımsa. İnşallah qismət olar, əsl xalmaqor təmiz qan heyvanında əlimizə sala bilərik, yəni ala bilərik. Hal-hazırdakı vəziyyət budur. Neyse dostlar, sağ olun, salamat qalın. Sona qədər izleyenler, həmişə dediyim kimi mənim ən dəyərli izləyicilərimdir. Sona qədər izlediğiniz için hər birinizə təşəkkür edirəm. Xahiş edirəm bu qazlar haqqında da fikrinizi tam olarak bildirin. Hətta belə də sizə görüntüsünü göstərim ki, altların tam olarak görəsiniz. Bu qazlar haqqında da fikirlərinizi əsirgəməyin, çox xahiş edirəm. Çünki çox önəmlidir. Sizin də düşüncələriniz nədir bu xalmaqora bənzəyən qazlarla bağlı?